Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. Qafqaz İnfonun yazdığına görə iş onun faktiki rəhbərlik etdiyi Aid Group xaricdə təhsil şirkəti ilə bağlıdır. Qeyd olunur ki, bir müddətdir Aid Groupla bağlı şikayətlər səngimirdi. Hüquq mühafizə orqanlarının ilkin araşdırması nəticəsində şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 külli miqdarda dələduzluq və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. AID qrupun təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib. Onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir. Qeyd edək ki, Aid Group xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir.